Cənab Prezident, əziz qonaqlar, xoş gəlmisiniz. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bizim elə indicə Cənab Prezidentlə məhsuldar görüşümüz oldu. Görüş zamanı biz iki tərəfli gündəliyə daxil olan geniş əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdik. Almaniya prezidentini Azərbaycanda qəbul etməyə çox məmnunam. Bildiyiniz kimi bizim mütəmadi təmaslarımız olub. Biz keçən il Berlində görüşmüşük və mən dəvətimi qəbul etdiyinizə görə sizə minnətdaram. Əminəm ki, səfər çox faydalı, məhsuldar olacaq və bizim iki tərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Xoş gəlmisiniz, Cənab Prezident. Təşəkkür edirəm, Cənab Prezident. Səmimi dəvətinizə görə təşəkkür edirəm. İcazə verim, bildirim ki, uzun illərdən sonra yenidən Azərbaycanda olmaq xoşdur. Sonuncu səfərim Xarici İşlər Naziri qismində 2016-cı ildə oldu. Ötən 9 ildə geosiyasi dəyişikliklərə gəlincə, bu əbədiyyət kimi görünür. Lakin düzünü söyləsək, mən təxminən 2 il bundan əvvəl Azərbaycan ərazisində Xəzərin şərq hissəsində olmuşam. Sizin Aktaudakı logistik mərkəzi ziyarət edərkən və Azərbaycan gəmisinə minərkən mən öyrəndim ki, bu gəmi Azərbaycan ərazisidir. Ona görə buraya, Bakıya yenidən qayıtmaq və bu günlərdə zəruri olan çox geniş fikir mübadiləsi aparmaq üçün imkana malik olmaq xoşdur. На встрече были обсуждены проект Среднего коридора и роль Азербайджана в нем, вопросы сотрудничества между нашими странами в энергетической сфере, затронуто взаимодействие в области зеленой энергетики. Было подчеркнуто, что конференция КОП-29 в Азербайджане была организована на высоком уровне, и в ходе этого мероприятия достигнуты важные результаты по климатической повестке дня. Во время беседы были затронуты вопросы развития гуманитарных связей. Было отмечено, что немецкая община на протяжении многих лет живет в Азербайджане в условиях мира и спокойствия. Подчеркнуто большое внимание, оказываемое ей на государственном уровне.